Salam əziz tələbələr, bugün sizlərlə faiz məsələlərinin çətin səviyyəsini işləyəcəyik. İlk sualda 200 manata satılan mal 2 dəfə ardıcıl edilən güzəştdən sonra 112 manata satılır. İlk güzəş 30% olarsa, ikinci güzəş nə qədər olar? Biz ilk növbədə ilk güzəşdə eləyək. Yəni 200 manata biz %30 endirim eləyirik. Bu zaman onu %30-a vururuq. Və buradan 2 sıfırla 2 sıfır gedir. 2-ni isə 30-a vuranda 60 manat eləyir. Yəni 200-ə biz 60 manat endirim eləmişik. Yerdə qalıb baxın 140 manat. Və 140 manatdan 112 manata düşmüşük. 140-dan 112-yə düşmək üçün gələk 28 manat biz endirim edək. Lakin bizdə bunu manatla deyil, faizlə soruşur. Və biz əgər 28-in 140-ın neçə faizi olduğunu tapsaq, cavab tapmış olduq. Bu zaman biz ədədimizi, yəni 28-i ümumi məbləğə bölüb 100%-ə vurmalıyıq ki, neçə faiz endirim olduğu tapılsın. Burada sıfırlar ixtisar gedir. 14 ilə 28 2-yə ixtisar gedir. Burada 1 qalır, burada 2. 2 vurulsun 10, yəni 20% endirim olunsa 112 manata düşər. İkinci sualımıza keçid edək. İkinci sualda bundan demək olar ki, oxşardır. Deyir 125 manata satılan kostyum 2 dəfə ardıcıl edilən güzəştdən sonra 70 manata satılır. İlk güzəşt 20% olarsa, 125 manata biz ilk növbədə 20% endirim eləyək. 125 125 vurulsun %20, görək neçə manat endirim olunur. Burada 25-ə ixtisar gedir. Burada qalır 5, burada qalır 4. 4 ilə də 20 ixtisar gedir. Burada qalır 5, burada da qalır 1. 5 ilə 5 vuranda 25 manat endirim olunub 125-ə. Deməli, bu 100 manata düşüb. 100 manatdan isə 70 manata düşüb. Yəni, 100-dən 70 çıxanda 30 manat da endirim olunub. İndi biz 30-un 100-ün neçə faiz olduğunu tapsaq, cavab tapmış olduq. Yəni, 30 bölünsün 100, vurulsun 100%-ə. 100-lər ixtisar gedir, qalır 30. 30% güzəşt olunsa 70-ə düşər. Keçid eləyək 3-cü sualımıza. Televizorun qiymətini 25% artırdılar. Fikirləşək ki, biz televizorun qiyməti 100 manat idi. 100 manatı 25% artırsaq, gərək onu %25-ə vuraq. Yüzlər ixtisar gedər və qalar 25. Yəni 100 manatı biz 25 manat artırsaq, olur 125. İndi 125-i neçə faiz endirməliyəm ki, qayıtsın 100-ə, yəni 100 manata. Bu zaman biz görürük ki, 25-dən 25 çıxanda, 125-dən daha doğrusu 25 çıxanda 100-ə qayıdır. Demək, biz 125-in neçə faizi olduğunu tapmalıyıq. Bu zaman dediyim kimi, ədədimiz 25-i götürürük, ümumi məbləğ 125-ə bölürük və sonra 100-ə vururuq. Burada 25-ə ixtisarlarımızı aparırıq. Burada qalır 1, burada qalır 5 və 5 ilə də 100 ixtisar gedəndə sadəcə 20 qalır. Cavabım da olur 20%. Yəni 20% endirim eləsək biz 125-ə qayıdıb 100 manata düşəcək. Növbəti sualımız 4-cü sual. Bu da eyni tiplidir. Bir məhsulun qiymətini 20% azaltdılar. Yenə məhsulun qiymətini 100 manat götürsək, 100 manatı 20% azaldanda təbii ki, 100-ün 20%-i 20-dir. Elə 20 manat azaldırıq. Demək 80 manata düşür. İndi neçə faiz qaldırmaq lazımdır ki, əvvəlki qiymətinə qalxsın. 80-in üstünə mən bilirəm ki, 20 gələndə 100-ə qaydar da, təbii ki. O zaman mən 20-nin 80-in neçə faizi olduğunu tapsam, cavab tapılır. 20 bölünsün 80 vurulsun 100-ə. O zaman 80 ilə 20 ixtisar gedir, burada 1 qalır, burada 4 və 4 ilə də 100 ixtisar aparanda qalır 25. 25% biz ona artırsaq, o zaman bahalaşdırsaq, gəlib 100 manata satar. Yəni, əvvəlki qiymətinə geri qayıdır. Sual 5. Bir məhsulun qiymətini 50% azaltdılar. Yenə baxın 100 ilə götürsək, 100 manatlıq məhsula 50% endirim eləyəndə, yəni yarı-yarıya endirim eləyəndə 50 manata düşür.
İndi alınan qiyməti neçə faiz artırmaq lazımdır ki, əvvəlki qiymətə qayıtsın. Mən bilirəm ki, 50-nin üzərinə elə 50-ni gələndə 100 eləyir. Və 50-nin neçə hissəsi olduğunu tapsam, cavabı taparam. O zaman 50-ni bölürəm ümumi qiymətə, yenə vururam 100-ə. 50-lər ixtisar edir, qalır elə 100. 100% mən ona gərək yenidən baxlaşdırım ki, qayıtsın əvvəlki qiymətinə. Təbii ki, bunlar faizləndir, sadəcə yanında faiz işarəsi qoyulmuyub da. Bizdən də faizlə soruşur. Neçə faiz artırmaq lazımdır? Gəldik 6-cı suala. 6-cı suala baxaq. Bizdə nə deyir 6-cı sualda? Maya dəyəri 50 azın olan bir geyimi mağaza 80 azından satışa çıxardı. Aha. Daha sonra geyim satılmadığı üçün satış qiymətinə, yəni bu 80-ə 20% endirim edildi. Gəlin 80-ə biz 20% endirim edək. 80 vurulsun %20. Burada 20 ilə 100 ixtisar gedir. 1 qalır, 5 qalır. Və 80 ilə də 5 ixtisar eləyəndə qalır 16. Yəni 16 manat endirim olunub 80-ə. 16 manat endirim olunanda yerdə qalır 64 manat. Maya dəyəri nə qədərdir? 54 manat. 50 manat. 50 manat maya dəyəridir. 64 manat isə yeni satış qiymətidir hal-hazırda. Bundan sonra geyim maya dəyərinə nəzərən neçə faiz baha satılmış oldu. Baxın, bu zaman 64-dən mən çıxıram 50-ni. Və görürəm ki, 14 manat baha satılıb. Və yenə də 14 manatı faizə çevirmək üçün 14-ü bölürəm. Bizə maya dəyərinə nisbətən deyib axı. Maya dəyərinə, yəni 50%-ə, 50 manata daha doğrusu və vururam 100-ə. 100 ilə 50 ixtisar gedir. Burada 1, burada 2 qalır. 2-ni 14-ə vuranda 28% bahalaşdırılmalıdır ki, bahalaşdırılmaq yox, daha doğrusu 28% qazanc əldə edir. Növbəti sualım 7-ci sual. Məhsulun maya dəyərinin 40%-ni nəqliyyat xərcləri təşkil edir. Baxaq, məhsul 100 manat olsa yenə, onun 40%-ni nəqliyyat xərcləri. 100-ün 40%-i bildiyimiz kimi 40 manatdır. Yəni 40 manat bunun nəqliyyat xərcləridir. Yeni ildən etibarən nəqliyyat xərcləri 50% artırıldı. Yəni bunu 50% artırmaq. %50-yə vururam. 100 ilə 50 ixtisar gedir. 2-də 1 qalır. 2 ilə də 40 ixtisar aparıram 20. Yəni nəqliyyat xərcləri 20 manat bahalaşdı. Yəni 40-ın üzərinə 20 gəldi. Oldu nə qədər? 60. Təbii ki, biz düşünək də, biz əvvəl nəqliyyat xərcinə 40 manat çəkirdik və maya gəlib bizim üzərimizdə 60 manat otururdu. Yəni 100 manat otururdu daha doğrusu. 40 manat nəqliyyat xərci idi bu xərclərə çəkdiyimiz. 60 manat da başqa xərclər idi, 100 otururdu da gəlib. İndi 60 manat başqa xərclərdir. 60 manat da nəqliyyat xərcləridir. Bu gəlib bizim üzərimizə nə qədər oturacaq? 120 manata. Deməli biz bunun üzərinə gəldiyimiz 20-ni həm də 100-ün üzərinə gəlməliyik. Çünki artıq yeni maya dəyəri 120 olur axı. Bax bundan sonra nəqliyyat xərcləri bax görürsüz yeni maya dəyərinin neçə faizini təşkil edir? 60 bizim rəqəmimiz bölünsün yeni maya dəyəri, yəni 120 vurulsun 100-ə. 60 ilə 120 gedir, 2-də 1 qalır. 2-də 1 də 100-ə vuranda 50 edir. Hal-hazırda 50%-ni təşkil edir. Yəni biz onu nəzərə almalıyıq ki, burada yeni maya dəyəri sözü də var hətta. Və 8-ci suala gəldik. Sinifdəki qız şagirdlərin sayı oğlan şagirdlərin 30%-ni təşkil edir. Baxın, oğlan şagirdlərin 30%-ni təşkil edir deyir. Yəni bu 30% oğlan şagirdlərə aiddir. Sinifə 3 qız şagird daxil olsa, qız şagirdlərin sayı oğlan şagirdlərin 40%-nə bərabər olar. Bax, oğlan şagirdlərin faizi 30-dan 40-a artıb. Yəni 10% artıb. Bəs sayı olaraq nə verib? 3. Yəni 3 nəfər oğlan şagirdlərin 10%-ni təşkil edirmiş. Biz buradan bu nəticəni çıxarda bilərik. Çünki bax 3 nəfər əlavə olunub və indi 40%-ni təşkil edib. 30-dan 40-a qalxıb da. Yəni 10%-i 3 imiş oğlan şagirdlərin. İndi burada deyirik 3 qız əlavə eləsələr.
Amma faiz oğlan şagirdlərin faizidir axı. Həmin bu 40-30 oğlan şagirdlərin faizidir. Deməli 10 faizi 3 olan ədədin 100 faizi nə qədərdir? Onu tapmalıyıq. 10x bərabərdir 300-ə çarpaz vurdum. X bərabərdir 30-a. Deməli 30 dənə oğlan şagirdim var imiş və indi 30-un 30%-ni tapsam, qız şagirdlərin sayını da taparam. Təbii ki, bu 3 qızı əlavə eləmirəm də, bu daxil olsa deyir, məsəl üçün yəni. Ona görə bizə 30% lazımdır. 30 vurulsun %30-a. Sıfırlar ixtisar gedir və 3 vurulsun 3 qalır. 9 nəfər qız şagird var idi. Sinifdə neçə qız var? 9 nəfər qız şagird var. 9-cu suala keçək. Satıcı aldığı malın 5-də 2-sini 20% gəlirlə, geri qalanını 10% zərərlə satmışdır. Baxın, burada həm bizə qiymət lazımdır ki, biz müəyyən bir qiymətə satırıq axı. Həm də ki, bizə lazımdır müəyyən bir ədəd, yəni say lazımdır. İndi tutaq ki, biz 5-də 2 demir, elə eləyək ki, 5-ə bölünən rəqəm olur. Satıcı deyək ki, 5 mal alıb və hərəsinə bu 20%-ləri də elə bir rəqəm qoyaq ki, onun 20%-ni tapmaq rahat olsun. Tutaq ki, 5 dənə mal alıb və 10 manatdan alıb. 5 dənə mal 10 manatdan. 5 dənə malım 10 manatdan eləyir 50 manat. Yəni bunun mayası 50 manatdır. İndi deyir bunun 5-də 2-sini. 5-in 5-də 2-si 2-dir təbii ki. 5-i 5-də 2-yə vuranda 5-lər ixtisar gedir, qalır 2. İkisini satıbdır 20% gəlirlər. 20% gəliri artıq 10 manat eləyirsiniz. Maya dəyəri 10 manatdır axı. 20% gəliri 10 manat eləyirik. Onun 20%-i vururuq %20-yə. Sıfırlar ixtisar gedir. Elə gördüyünüz kimi 2 manat. Onun 20%-i 2-dir. Yəni 12 manata satıb bu ikisini. 20% gəlirlə satmaq bu deməkdir. 12 manata satıbsa deməli 24 manat eləyib. Geri qalanını 5-dən 2 çıxanda 3 qalır da. Yerdə qalan 3 dənəsini isə 10% zərərlə. İndi yenə onun 10%-ni tapaq. Vururam %10-a. Sıfırlar ixtisar gedir və 1 qalır. Deməli 1 manat zərərlə satıb. 10 manat deyildi. 1 manat zərər eləyəndə 9 manat. 3-ü də vururam 9-a. Yəni bunu da satıb 27 manata. 3 dənəsini də satıb 27-yə. İndi baxın. 2 dənəsini 24-ə, 3 dənəsini 27-yə satıb. Ümumi 51 manat qazanıb. Amma maya dəyəri də nə idi? 50. 50 maya dəyəri idi. 51 manatda qazandığı. Demək bunun cəmi 1 manat qazancı oldu. Və mən bu 1-i maya dəyərinə bölüb 100-ə vursam, bayaqki suallarda olduğu kimi, faizlə nə qədər gəlir əldə etdiyini taparam. Çünki 1 mənim qazancımdır, bu da maya dəyərim. Yəni mən 1-i bölməliyəm maya dəyərinə, vurmalıyam 100-ə, görün faizlə nə qədər zərər və yaxud da gəlir əldə edib. 50 ilə 100 ixtisar gedir, qalır 2 vurulsun 1, yəni 2% bu gəlir əldə eləyibdir. 2% gəlir. Keçək növbəti sualımıza. Malın yarısını 40% gəlirlə, digər yarısını 30% zərərlə satıldı. Yenə bax, yenə müəyyən bir miqdarda mal götürürəm və müəyyən bir qiymətə aldığımı düşünürəm. Burada malın yarısını deyir, burada da yarısını. Yəni elə bir ədəd olmalıdır ki, onu yarı-yarıya bölmək olsun da. Elə ən kiçik ədədi götürürük həmişə burada. Tutaq ki, 2 dənə mal alınıb. Və yenə 10 man işləyirəm, çünki onun faizlərini tapmaq daha rahat. Və 10 manat alıb. 2 dənə malı 10 manata alıbsa, deməli bu ümumi 2 dənə mala 20 manat pul veribdir. İndi baxıram, deyir yarısını, 2-nin yarısı 1-dir. Birini 40% gəlirlər. Yəni onun 40%-ni tapsaq, %40-a vururuq və burada qalır 4. Yəni 4 manat gəlirlər. 10 deyil, üzərinə 4 gəlirəm, 14 manata satıb birini.
Demək, buradan 14 manat əldə eləyib. Yerdə qalan yarısını. Yarısı da elə 1 qalmışdı da. Biri də qalıbdı. Digər bir dənəni isə 30% zərərlə. 30% zərəri tətbiq edirəm. Birbaşa tətbiq eləyəcəm, yazmayacağam. 30% zərər tətbiq eləsəm, yəni 3 çıxacaq da. Onun 30%-i 3-dür. 3 manat çıxmalıyam ki, 30% zərərə satılsın. Yəni 7 manata satılır. Bu da 7 manat. İndi 7, 14. 21 manat qazanıb, amma 20 manata alıb. Deməli, orada yenə 1 manat qazancı var, amma 20 manata nəzərən 1 manata. Yəni, mən 1 manatı gətirib, bölürəm maya dəyərinə, yenə 20-yə, vururam 100-ə, görün burada nə qədər qazanc əldə olunur. Vururuq 100-ə. Burada qalır 1, burada qalır 5. 5 dəfə 1, 5. 5% gəlir əldə edibdir. Əmtənin 5də birini 10% gəlirlə, qalan əmtənin yarısını 30% gəlirlə, qalan əmtəni 30% zərərlə satdı. Baxın, burada da bayaqki suallarda götürdüyümüz kimi rəqəm qoyacaq. Amma ki, əmtənin sayına elə bir rəqəm qoymalısınız ki, həm 5də 1-ə bölünsün, həm də 2 dəfə yarıya bölünsün. Yəni 2 dəfə 2də 1-ə bölünsün. Və elə bir rəqəm ancaq 20-dir. Yəni bunu 20 dənə mal aldığını təsəvvür edirik və hərəsini yenə 10 manatdan nəzərdə tuturuq. Demək, bu 200 manat ümumilikdə xərc çəkib mayaya. İndi 20-nin 5də 1-i. 20-nin 5də 1-i nədir? 20-ni 5də 1-ə vuranda qalır 4. 4 dənəsini 10% gəlirlər. 10% gəlir. Onun 10%-i 1-dir. 1 manat gəlirlə satıb. Yəni 11 manata. Buradan nə qədər qazanc əldə edib? 44 manat. Qalan əmtənin yarısını 30%. Burada 20-dən 4 çıxanda 16 qalır da. Deməli, qalan əmtə nədir? 16. 16-nın yarısı 8. 8-ini bu 30% gəlirlər. Onun 30%-i 3-dür. Onun üzərinə 3 gələndə 13. Deməli, 8-ini 13 manata satıb. 8-i 10-a vuranda 104 edir. Deməli, buradan da 104 manat qazanc əldə eləyib. Qazanc deyəndə, yəni 104 manat pul əldə eləyib. Yerdə qaldı 8. 8-in də 30% zərərlə satıb. Yenə 3-dür, ondan 3-ü çıxacam. Artıq çünki bu zərərdir. Gəlir olsa üzərinə gəlirik, zərər olsa çıxırıq. Deməli, bunu da 7 manata satıb. Ümumi bunu neçəyə satıb? 56-ya. 56 manat. İndi baxıram ki, 56, 104 və 44. Toplasam nə qədər eləyir? 204. Ümumi 20 dənə aldığı malı 204 manata satıb, amma 200 manata alıb. Yəni, burada cəmi 4 manat qazanc əldə eləyib. Amma nəyə nəzərən 4 manat? 200 manat maya dəyərinə nəzərən. Yəni, 4-ü bölürəm 200-ə və vururam 100-ə ki, nə qədər, neçə faiz gəlir əldə etdiyini tapın. 100 ilə 200 gedir. Qalır burada 2, burada 1. 4-ü də 2-yə bölsəm, 2% bunun gəliri var cəmi. 2% gəlir əldə edib. Və bu daha rahat tapılma üsuludur mənə görə və sualların bir çoxunu bu üsulundan izah edirəm. Sadəcə bəzi suallarda bu üsul istifadə olunmur, çünki işə yaramır. 13-cü sual. Fabrikin istehsal etdiyi məhsulların 30%-i qüsurludur. Deyək ki, fabrik 100 dənə mal istehsal eləyib və onu 10 manatdan, maya dəyəri 10 manatdan gəlir. 100 dənə malın 30%-i qüsurludur. 100-ün 30%-i 30-dur. Demək, 30 dənə qüsurlu malım var. 70 dənə isə qüsursuz malım var. Amma ümumi hamısına 10 manatdan xərc çəkmişəm. Deməli, 1000 manat ümumiyyətlə bunlara xərcim çıxır. 100 dənə 10-un 1000. 1000 manat xərcim çıxır. İndi sağlam məhsulları 60% xeyirlə. Sağlam 70-dir. 10 manatdan deyildi biri. 10 manatın 60%-i 6-dır. Xeyirlə deyilsə, onun üzərinə gəlirəm. 70 vurulsun 16. Bu nə qədər eləyir? 1120. 1120 manat
Sağlam malları satıb 1120 manat. Digərini isə 40% zərərlə satıb. Yəni yerdə qalan 30 dənə. Onun 40%-i 4 eləyir və zərərlə satıbsa çıxıram. Deməli 6 manata satıb bunlarda. Buradan isə cəmsi 180 manat gəlir. Və baxıram ki, ümumi maldan 1300 manat pul qazanıb. Amma maya dəyəri nə idi bunun? 1000 manat. Deməli, cəmi 300 manat xeyri var, amma 1000-ə görə. Yəni, 300 bölünsün 1000, vurulsun 100 olmalı ki, mən bunun faizini tapım. 2 sıfırla 2 sıfır gedir və burada da 1 sıfırla 1 sıfır gedir. Baxıram ki, 3 vurulsun 10. 30% bunun gəliri olubdur. 100%. 100% bunun 30% gəliri olub. Niyə? Çünki 300 manat əldə eləyib, 1000 manat isə maya dəyəridir. Məhsulun dörddə birini 40% xeyirlə, 40%-i 20% xeyirlə. Bax, məhsulun 40%-i deyəndə nədir? %40-ı deyil. %40-ı ixtisar aparanda elə buradan nə qalır? 5-də 2-si qalır da. 10-la da 4 gedir, 5-də 2-si qalır. Yəni, burada 40% deməklə 5-də 2-sini demək istəyib. Onu nəzərdə tutur. Sadəcə faizlə veribdir ki, biraz orada çaşqınlıq yaratsın. Demək, bunun 5-də 2-sini satıbdır 20% xeyirlə. Və qalan hissəsi isə 20% zərərlə satılmışdır. İndi mən elə bir rəqəm götürməliyəm ki, həm 4-də 1-i, həm də 5-də 2-si tapılan bir ədəd olsun. Yenə bu 20 ədədidir. Tutaq ki, 20 dənə mal alıb və onu 10 manatdan alıb. Demək, bu ümumi 200 manat pul veribdir mala və onu satışa çıxardır, məhsula. Məhsulun 4-də 1-ini, 20-nin 4-də 1-i 5-dir. 5 dənəsini 40% xeyirlə. Bayaqdan onun onsuz 40%-ni tapırıq. Onun 40%-i 4-dür və xeyirlə deyirsə, onun üzərinə 4 gəlməliyik. 14 manatla 5 dənəsini 14 manatdan 70 manat. 5-də 2-sini 5-də 2 nə qədər eləyir? 8. 20-ni 5-də 2-yə vuranda 20 ilə 5 gedir. 4 vurulsun 2 qalır. 8. 8-ini nə qədər xeyirlə? 20% xeyirlə. 20% xeyirlə, onun 20%-i 2, üzərinə də gələndə 2-ni 12. 12 manata. Yəni, ümumi buradan da 96 manat gəlibdir. Və yerdə qalanını, yerdə nə qədər qalıb? 5-i satıldı, 8-i satıldı. Ümumi 13 dənə satılıb və 20 dənə mal idi. Deməli, 7 dənəsi qalıb yerdə. Və yerdə qalan 7 dənəndə 20% zərərlə satılır. Deməli, bayaq 20%-ni tapmışdıq onun 2. Ondan da 2 çıxanda 8. Zərərlə deyəndə çıxırıq, xeyirlə deyəndə üzərinə gəlirik. Yenə deyirəm. Deməli, bunu da 8 manatdan satıb. Bu nə qədər eləyir? 56. İndi toplayıram. 70 ilə 96-nın cəmi 166. Üzərinə də 56 gələndə 222. 222 manat bu pul qazanıbdır. Amma 200 manata almışdı. Cəmi 22 manat bunun xeyri olub. Nəyə nəzərən? 200-ə nəzərən. 22 bölünsün 200, vurulsun 100 ilə bunun faizini tapa bilərəm. 100 ilə 200 gedir, qalır burada 2, burada 1. 22-ni 2-yə böləndə 11. 11% cəmi bunun gəliri olub. A variantı. Keçid eləyək növbəti sualımıza. 14-cü sual. Bu maraqlı sualdır. Burada biraz məntiqi fikirləşmək lazımdır. Baxın. Bax, yenə 10 rəqəmindən götürsəz daha yaxşıdır. Düzbucaqlı demir. Deyir, düzbucaqlının eni 20% azaldılıb, uzunluğu isə 10% artırılsa. Elə rəqəmlər götürürək ki, həm ona 10%-ini tapmaq rahat olsun, həm 20%-ini. Ona görə bax, mən bunun uzunluğunu 20 götürürəm, enini isə 10 götürürəm. Bax, düzbucaqlının eni 20% azaldılıb. Eni 10 deyil, onun 20%. Tapanda sıfırlar ixtisar gedir 2. Yəni, düşüb neçəyə? 8-ə. 8-ə düşüb. Bax, əvvəlki sahəsinə hələ baxaq. 10 vurulsun 20 neçə idi? 200. Əvvəlki sahəsi 200 idi.
Burada 10 idi da. 10 vurulsun 20, 200. Əvvəlki sahəsi 200 idi. Çünki bizdə sahəni istəyir ona görə. Və uzunluğu 10% artırılıb. 20-ni 10% artırsaq, 20-nin 10%-i nə qədərdir? Yüzdə 10-a vururam. Sıfırlar gedir, yenə 2. Olur 22. Hə, sahəsi necə dəyişər? İndi 8-i 22-yə vururam. Eləyir nə qədər? 172. 172. 200-dən 172-yə düşüb. Nə qədər azalıb? 28 vahid. Amma nəyə nəzərən? Təbii ki, 200-ə nəzərən. Bu arada 276 eləyir. Burada 270, 8 dəfə 22, 276. Hə, 24 vahid azalıb daha doğrusu. 24% azalıb nəyə nəzərən? 200-ə nəzərən. Deməli, mən götürəcəm 24-ü, böləcəm 200-ə, vuracam 100-ə, görüm nə qədər azalıb. Ha, 24 azalıb ha. Artsaydı artım götürərdim. 200 ilə 100 gedir 2. 24-ü 2-yə böləndə 12% azalma var burada. Y variantı. 12% azalar. Kvadratın sahəsi 69% artarsa, tərəfi neçə faiz artmışdır? Tərəfi neçə faiz artmışdır? Bax, indi biz nəzərimizdə tutaq ki, kvadratın sahəsi 100%-dir. 100%-dən 69% artıb. Deməli, olub 169. 169. Bax, 100% olması üçün elə bir rəqəm qoyaram ki, kvadratın tərəfinə 100 eləsin. Kvadratın bütün tərəfləri bərabərdir axı. Elə 10 qoysaz, 10 qoysaz. 10 dəfə 10, 100. İndi 100-dən 169-a qalxıb. Yəni 169 hansı ədəddir? 13-ün təbii ki, kvadratda 13-ə 13-ə vuranda 169 olur. Və həqiqətən də 10 santimetrdən 13 santimetrə qalxanda 69% artır. Sahəsi təbii ki. Sahəsi. İndi deyək, tərəfi neçə faiz artıbdır? Tərəf 10-dan 13-ə qalxıbdır. Yəni 3 artıbdır. 3. Amma nəyə nəzərən? 10-a nəzərən. Yəni 3 bölünsün 10, vurulsun 100. Görək tərəfi neçə faiz artıb. 100 ilə 10 ixtisar gedir, qalır burada 10. 3-ü 10-a vuranda 30. 30% tərəfi artır artıq. Tərəfi 30% artmalıdır ki, bu olsun 169. Və yaxud da belə götürə bilərsiniz. Tutaq ki, 1-dir. 1-i 1-ə vuranda 1 eləyir. Amma indi eləməlidir 1,69. 1,69. 1,69-u eləmək üçün nə etməliyəm? 1,3-ü vurmalıyam da. 1,3-ə ki, 1,69 eləsin. 1,69 eləsin. İndi 1-dən 1,3-ə gəlibsə, təbii ki, 30% artacaq. 16-cı sual. Baxın, deyir ki, südçü litrini 4 manata aldığı südə 5də 1 nisbətində su qatır və litrini 4 manat 80 qəpiyə satır. Südçünün bu satışdan əldə etdiyi qazanc neçə faizdir? Suya pul verilmir. Deməli bu 5 litr tutaq ki, südü var. 5 litr südü var. Neçə alır? 4 manata. Deməli, üzərinə nə qədərə gəlir? 20 manata gəlir. İndi 5də 1 nisbətində. 5-in 5də 1-i 1-dir. 5 litrə 1 litr süd qatanda olur 6 litr. Amma 5 litr alır, 6 litr satır. Özdə neçəyə satır? 4.80-ə. 6-nı vururam 4.80-ə. Nə qədər eləyir? 28.8. 28,8. Demək bu 20 manata aldığını 28.8-ə satır. Deməli, orada 8.8 xeyir eləyir. Amma nəyə nəzərən? 20 manata nəzərən. Deməli, 8.8 bölünsün 20, vurulsun 100-ə. Burada bax 0-dan 0 gedir. Bu arada 10-u 8 onda 8-ə vuranda vergül bir ədəd.
Sağa çəksiniz və buradan sıfırı ixtisar eləyə bilirsiniz. Deməli 88 bölü 2. 44% bu gəlir əldə edir. Amma haram gəlir. Növbəti sualımıza keçid eləyək. Maya dəyərləri nisbəti 1-in 3 kimi olan. Maya dəyərləri nisbəti 1-in 3 kimi olan. Yəni 1-nin maya dəyəri 10 tutaq ki, 1-ninki 30. 1-in 3-ə nisbəti də kimi olan? 2 məhsuldan ucuz olan. Ucuz olan təbii ki 10 manatdır. 40%. O biri isə 60% xeyirlə satılır. 30 manat olanda 60% xeyirlə. 2 məhsuldur. Ucuz olan 40% xeyirlə. Baha olan 60% xeyirlə. İndi onun 40%-i biz bayaqdan tapırıq ki 4-dür də. Onu vururam %40-a. Sıfırlar ixtisar gedir, 4 qalır. Deməli 10 manatlıq məhsulu bu. 4 manat gəlirlə. 14 manata satır. Amma 30 manatlıq məhsulu 60% xeyirlə. Gəlin 30-un 60%-ni də tapaq. %60-a vururuq. Sıfırlar ixtisar gedir. Və 3 dəfə 6, 18. 18 manatda buna xeyir gəlir. Ümumi neçəyə satır? 48-ə. Baxın, bunu toplayıram eləyir 40. Amma bunu toplayıram. Eləyir neçə? 62. Deməli, bu 40 manat alıb 62-yə satıb. 22 manat gəlir əldə eləyib 40-a nəzərən. Gəlin görək nə qədər xeyir əldə eləyib. 22-ni bölülən maya dəyərinə 40-a. Vururam 100-ə. Görək nə qədər xeyir eləyib. 0, 0. Burada 220 bölünsün 4 qalır. Bu da eləyir 55. 55% bu gəlir əldə eləyib. Keçid eləyək növbəti sualımıza. Əmtənin 40%-dən 60% gəlir. Bax, 40% bayaq dedim ki, %40 deməkdir. Və o da ixtisar aparanda 5-də 2-yə bərabər olur. Demək, əmtənin, gəlin bunu faizlə qatmayaq və əmtənin 5-də 2-si yazaq. Əmtənin 5-də 2-sindən 60% gəlir əldə olunur. Bütün əmtənin satışından 18% gəlir əldə olunubsa, qalan əmtə necə satılmışdır? İndi burada biraz fərqlidir. Yenə əmtənin sayını qoyacaq təbii ki. Müəyyən bir maya dəyəri qoyacaq. Amma elə eləyəcək ki, yəni 18% gəlir əldə eləmiş olsun da. İndi baxaq. Demək, 5-də 2-si. Biz götürək əmtə malının 10%. 10 dənə əmtə mal götürək. 10 dənə mal götürək. Onun 5-də 2-si. Tutaq ki 10 manata alınıb. 10 dənə mal 10 manatdan eləyir 100 manat. 100 manat. İndi deyir ki 18% gəlir əldə olunubsa, 18% gəlir əldə olunubsa, deməli 100-ün 18% elə 18-dir. 118 manata satılıb ümumi mal 18% gəlir əldə olunubsa 118 manata satılır. İndi deyir bunun 5-də 2-sindən 60% gəlir. 5-də 2-si nədir bunun? 4. 4-dən 60% gəlir əldə olunub. İndi 10 manata satılıbsa 10 manatın 60%-i 6-dır. Yəni 4 dənəsi 16 manata satılıb. Ümumi nə qədər eləyir? 64. 64 manatım var mənim. Yerdə 6 dənə məhsulum qalıbdır. Və 64 manat əldə eləmişəm. Amma 118 manat əldə eləməliyəm ümumi. İndi gəlin 64-ü çıxaq görək nə qədər qalır yerdə. Yerdə qalır deməli 4. 11-dən də 6 çıxanda 5. 54 manat da yerdə qalan 6 məhsuldan əldə eləməliyəm. 54 manat 6 məhsuldan götürməliyəm mən yerdə qalan. Deməli onda birini neçəyə satmalıyam? 54 bölünsün 6. Birini 9 manatdan satmalıyam ki mən 54 manat gəlir əldə edeyim və ümumi də 18% mənim gəlirim olsun.
10 manat almamışdım bir məhsulu. Amma 6-sını 9 manata satıram. Deməli, yerdə qalan əmtə neçə faiz zərərlə satılmış olur? 10 faiz gəlir zərərlə. Təbii ki, onun 10 faizi 1-dir, bir də çıxanda 9 edir. Deməli, 10 faiz zərərlə satsam yerdə qalanını, 18 faiz gəlir əldə edə bilərəm. Cavabım olur 10 faiz zərər. Keçid eləyək növbəti suala. Satıcı aldığı gilasların 8-də 3-ünü 10% zərərlə, 4-də 1-ni 20% gəlirlə satır. Ümumi satışdan 50% gəlir əldə etmək üçün qalan malları neçə faiz zərər gəlirlə satmalıdır? Zərərlə demir burada, gəlirlə satmalıdır. İndi baxıram, yenə müəyyən bir rəqəm götürürəm. Elə burada 8-i götürmək olar da, çünki 8-də 3 və 4-də 1 ikisi də 8-ə bölünən ədədlərdir onsuz. 8 dənə məhsul götürürəm və 10 manatdan maya dəyərini hesablayıram. Deməli, buna ümumi 80 manat pul vermişəm. İndi deyir, bunu 8-də 3-ünü. 8-in 8-də 3-ü elə 3-dür. 3-ünü 10% zərərlə. Yəni 9 manata. 10% zərər 9 manatdır da. 10 manat almışam, 9-a satıram. Buradan ümumi 27 manat əldə eləmişəm. Və 4-də 1-ini. 4-də 1-i nədir? 2. İkisini isə 20% gəlirlə. Yəni 12 manata. 20% gəlir 12 manat edir də. 24 manata satmışam. Əlimdə hal-hazırda 51 manat satış var. İndi mən deyir ki, ümumi satışdan 50% gəlir əldə edib. Gəlir əldə etmək üçün. 50% gəlir əldə etmək üçün mən baxıram ki, ümumi nə qədərə satmalıyam? 80 manat deyil ümumi. 80 manatın 50%. Yəni %50'si. Eləyir nə qədər? 40. 40 manat əlavə pul qazanmalıyam. Yəni 120 manat qazanmalıyam. Amma hal-hazırda nə qədər qazanmışam? Cəmisi 51 manat pul qazanmışam. Və yerdə nə qədər məhsulum qalıb? 3-ünü 1 satmışam, 2-sini 1. 3 dənə də məhsulum qalıb. Və 51 manat qazanmışam. Amma ümumilikdə 120 qazanmalıyam. Demək görək nə qədər qazanmalıyam ki, yəni bir məhsul nə qədər satmalıyam ki, indən sonra 120-yə gəlib satım. Ona görə 120-dən 51-i çıxıram. 9, 11-dən də 5 çıxanda 6. Demək, yerdə qalan məhsulu mən 69 manata satmalıyam ki, mən oradan 50% gəlir götürüm. İndi 3 məhsul 69 manata satılırsa, deməli, bir məhsulum 69-u bölürəm 3-ə, eləyir nə qədər? 23 manata satılmalı. 23 manat. Baxıram ki, 10-dan çıxıb 23-ə. Bu nə qədərdir? Vururam, deməli, 10-da 23-ü 100-ə. 10-la 0 gedir. 23-ü də ona vuranda 230%. Yox, əslində burada 230 deyil, 23-ə vurmamalıydı. Biz 10-dan çıxmalıydıq hələ. 23-dən 10-u çıxıram deməli. 13, 13. İndi 13-ü bölüb 10-a, vururam 100-ə. Çünki birini 13 manat baha satır da, 23-ü birbaşa mən götürdüm. Amma 23-dən 10-u çıxıb baxmalıydıq. Çünki 13 manat baha satır. 10 manat bunun mayası daxil. Burada da qalır 130%. Yəni birini 130% baha satmalıdır ki, bu adam. Gəlsin 120 manat qazanc, yəni 50% gəlir əldə eləsin. Yirminci suala keçid eləyək. Satıcı 30% xeyirlə satmağı düşündüyü ayaqqabıların 3-də 1-ni 20% zərərlə satmışdır. Satıcının ümumi satışdan 30% xeyir əldə edə bilməsi üçün. Aha, eyni sual tipidir. 3-də 1-ni demir. 3 dənə məhsul götürərəm elə. 10 manatdan da almış olaram. Deməli, neçə almışam? 30 manata. İndi 30% gəlir deyirsə, gəlin 30-un 30-100%-ni tapaq. 30%-ni tapaq yəni. Sıfırlar ixtisar gedir. 9 manat gəlir qalır da burada. 9 manat. 9 manat gəlir əldə eləmək üçün gərək 39 manata satsın ki, bu
30% gəlir əldə eləsin ayaqqabıdan. 3 dənə ayaqqabıdan. İndi 3də birini 20% zərərlə satmışdır. 3də biri nə qədərdir üçün? 1. Birini deməli bu nə qədərə satıb? 20% zərərlə. 20% zərərlə 8 manata gəlir. Birini 8 manata satıb yerdə qalıb ikisi. İndi deyir ikisini nə qədərə satmalıdır ki 39 manat əldə eləsin. Hazırda 8 manat qazanıb donsuz bu. Yəni 39-dan 8-i çıxaram, qalar 31. İndi yerdə qalan ikisini 31 manata satmalıdır ki bu gəliri 30% olsun. Deməli 31-i bölürəm 2-yə, eləyir 15,5. 15,5 artıq görək neçə faiz baha satmalıdır ki, bu qədər gəlir əldə eləsin. 30% gəlir əldə eləsin. 15,5-dan onu çıxanda 5,5. Yəni 5 manat 50 qəpik eləyir bu. Hər ayaqqabıda üzərində 5 manat 50 qəpik olmalıdır. Nəyə nəzərən? Ona nəzərən. 5,50 bölünsün 10, vurulsun 100. Burada 0-dan 0 ixtisar gedir. 5,50-ni də 10-a vuranda eləyir 55. 55% xeyirlə satmalıdır ki, hər üçünü bir yerdə toplayanda cəmi 30% xeyir əldə eləyə bilsin. Aha, yaş odun quruyanda ağırlığının 20%-ni itirir. Tonu 80 manatdan alınan yaş odun quruyandan sonra tonu neçə manatdan satılmalıdır ki, 20% xeyir əldə olunsun. Tonu 80 manatdan alınan yaş odun quruyandan sonra tonu neçə manatdan satılmalıdır ki, 20% xeyir əldə olunsun. İndi baxın, tutaq ki, bax, 10 ton almışam. Tutaq ki, deyirəm, 10 ton almışam, 20%-ni də itirir. 20%-ni itirəndə yerdə neçə ton qalır? Gəlin 20%-ni tapaq. Sıfırlar ixtisar gedir. 2. 2 ton itir arada. 8 ton qalır. Düzdürmü? Tonu 80 manatdan alınıb, 10 ton alınıb. Deməli, nə qədər pul verilib? 800 manat. 800 manat 10 tona pul verilibdir. Amma mən nə qədər gəlir əldə eləməliyəm? Xeyir əldə eləməliyəm. 20% xeyir əldə eləməliyəm. İndi gəlin 800-ün 20%-ni tapaq görək nə qədər pula satmalıyam bu 8 tonu. Burada qalır, deməli, 8 vurulsun, deməli, ixtisar gedir, 8 qalır, 8 vurulsun 20, eləyir 160. 160 manat, hələ xeyir eləməliyəm. Deməli, nə qədər? 960 manat qazanmalıyam ümumi. Amma nə qədərdən? 8 tondan. Niyə? Çünki 2 ton itirmişəm, 2 ton quruyubdur. Deməli, 1 tonunu nə qədərə satmalıyam? 1 tonuna görək nə qədər düşür? 960 bölünsün 8. Eləyir 120. Deməli, 1 tonunu 120 manata satmalıyam ki, mən onda 20% xeyir əldə edeyim. İndi məndən soruşur ki, neçə manatdan satılmalıdır ki, 20% xeyir əldə olunsun. Bəli, 120 manatdan satılmalıdır. Görürsünüz, elə 120 manatı soruşur. Yox, desəydi ki, neçə manat, neçə faiz manat, yəni faizə çevirsə, neçə faiz gəlirlə satılmalıdır ki, bu qədər gəlir əldə olunsun. Onda deyəcəkdim, bax, 120-dən 80 çıxırdım, 40. Deməli, 40 bölünsün 80 vurulsun 100. Sıfırlar ixtisar gedir. 408-ə böləndə 50% də əlavə pulla, 50% də bahalaşdırmaqla satsa bu, həmin 20% xeyri əldə edə bilər. Amma burada pulu soruşur onsuz, 120-yə gəlib çıxır. Bu arada hansı rəqəmi qoyursunuz qoyun, yenə də 120-yə gəlib çıxarsınız yəni. Orada da heç bir problem yox. Bunu təbii ki, x-lə də yaza bilərsiniz, amma x, yəni hara qədər x-lə yazasınız? X-lə çox çətin gedir, özdə məncə x məntiqə uyğun deyil. Bu məntiq dərsi olduğuna görə x daha çox riyaziyyata uyğundur. Ona görə də məncə ən yaxşısı bu üsul. Satıcı hər qutuda 4 stəkan olan 10 qutuya 80 manat ödəmişdir. Bax, hər qutuda 4 stəkan var. 10 qutuya 80 manat ödəyib. 10 qutuda onda 40 dənə stəkan olur.
40 dənə stəkana 80 manat verir də. İstəkanın biri neçəyə gəlir? 2 manat. 80 bölünsün 40, 2 manat. Bir dənə stəkanı bu 2 manata alıbdır. O qutudakı stəkanların dənəsini neçə manatdansa bax görürsən dənəsinə gəldi. Dənəsini 2 manatdan alıbdır. Ümumi satışdan 25% qazanc əldə etsin. 80 manat ödəmişdir. İndi görək 25% qazanc nə qədər olur? Deməli, baxaq. 80-in 25%-ni tapmalıyıq. %25-ə vururuq. 100 ilə 25 ixtisar gedir. Burada qalır 4, burada qalır 1. 80 ilə də 4, 20 manat eləyir. Deməli, 20 manat əlavə pul qazanmalıdır. Ümumilikdə 100 manat pul qazanmalıdır. Neçə dənə stəkan alıb? 40 dənə. 40 dənə stəkan 100 manata satmalıdır. Onda 100-ü bölərəm 40-a, görün birini neçəyə satıb bu? 2 manat 50 qəpik. Birini 2 manat 50 qəpikdən satsa 25% qazanc əldə edə bilər. Bax, neçə manata satmalıdır? 2 manat 50 qəpik. Mağaza 60% xeyirlə satdığı məhsulların satış qiymətlərində endirim edərək daha çox satış əldə etmək istəyir. Mağaza zərər etməmək şərti ilə ən çox neçə faiz endirim edə bilər? 60% xeyirlə satdığı, ha. Yəni 100 manatlıq malı hal-hazırda 60% gəlir, biz sizə 60 manat eləyir, 160%. 160 manata satır. 160 manata satır. İndi deyir, mağaza zərər etməmək şərti ilə ən çox neçə faiz endirim edə bilər? Zərər etməmək şərti ilə buna cəmisi 59 manat eləyə bilər də ki, 101 manata satsın. Və yaxud da 60 manat da eləyə bilər. Onda da maya dəyərinə düşür amma. Onda zərər eləmiş olmur. Ha, sadəcə mayaya düşmüş olur. Tutaq ki, 60 manat eləyibdir. Birinci 60 manatla hesablayaq. Alınmasa təbii ki, 59 manatla. 60 manat endirim eləməlidir. İndi 60-ın, 160-ın neçə faizi olduğunu tapaq. Görək neçə faiz endirimdir. 160-a bölürəm, vururam 100-ə. 0 ilə 0 ixtisar gedir və burada 16 ilə 10 ixtisar gedir 2-yə. Burada qalır 5. Burada qalır nə? 2-yə ixtisar gedəndə 8. İndi 60-ı 5-ə vuranda 300 bölünsün 8. Hesablayaq. Hardasa 2 dəfə düşür. 2 dəfə düşür. Deməli, yox. Bu 20 neçə faiz alındı gördüyünüz kimi. Yox, 3 dəfə düşür də. 3 dəfə düşür 24. Bəli. 3 dəfə düşür 24, 6 və 0. 60-ı 8-ə böləndə deməli nə qədər olur? 37,5. 37,5% maksimum endirim eləyə bilər. Onda da hələ mayaya düşür. Yəni maya dəyərinə satmış olur. 37,5% bəli eləyə bilər. Çünki zərər etməmək üçün deyir. Maya dəyərinə satsa zərər eləmir. Də əsas odur ki, zərər eləməsin. Deməli, növbəti sualımız 24-cü sual. 24-də nə deyir? Demək, 24 biraz gəliş sualdır. Demək, 120 ədəd yumurtanı satmaq istəyən satçı 30% gəlir əldə etmək istəyir. Aldığı yumurtaların bir qismi daşıma əsnasında sınır, qırıq yumurtaları 20% ziyanla, sağlam yumurtaları 40% gəlirlə sataraq eyni qazancı əldə etmişdir. İndi tutaq ki, 120 dənə yumurtaya bu 1 manatdan pul verir. 1 manatdan. Hərəsinə 1 manat. 120 manata alıb. İndi yumurtanı 30% gəlir əldə etmək istəyir. Yumurtanı satmaq istəyən satçı 30% gəlir əldə etmək istəyir. 120-nin 30%-ni tapaq. 120-nin 30%-i nə qədər eləyir? Bu 100-dür. Sıfırlar getdi. 12-ni 3-ə vuranda eləyir 36. Demək, ümumi məhsulu bu 156 manata satmaq istəyir. 120 dənə yumurtanı 120 manata alıb 156 manata satmaq istəyir. Deyir, yumurtaların bir qismi qırılır. Tutaq ki, qırılan yumurtalar X-dir. Bax, o zaman qırılmayan yumurtalar
120 çıxılsın x olur. Bax, həqiqətən də 120 çıxılsın x üstə gəlinsin. Qırılan yumurtalar, yəni x. X-lər ixtisar edəndə 120 dənə yumurta qalır da. Ona görə 120 çıxılsın x yazdım. 120 çıxılsın x olur. Bu da x olur. Deyir, qırıq yumurtaları 20% ziyanla. Bir yumurtanı neçə almışdı? Bir yumurtanı 1 manat almışdı. 20% ziyanla deyirsə, deməli 1-in 20%-i, %20-ni vururam 1-ə. Elə eləyir 10-2, 0,2. 0,2, yəni 20 qəp yendirim eləsə, qalır orada nə qədər? 0,8. 0,8. Deyək 80 qəpikdə. 1 manat alıb 80 qəpiyə satıb. Qırıq yumurtalar. Qırıq yumurtalar nə qədərdir? X. X vurulsun 80. X dənəsini deməli 80 qəpikdən satıb. İpilus deməli. İpilus. Bunu da 40% gəlirlər. 1 manatın 40%-i onsuz 40 qəpik eləyir. 1 manat 40 qəpiyə satıb. Yerdə qalan 120 çıxılsın x-i. Onda 1 manat 40 qəpik, 140 qəpik deyək də. 140 qəpik, 1 manat 40 qəpik deyək. Ya da 1 manat 40 qəpik. Vurulsun. 120 çıxılsın x. Bax, bərabərdir nəyə? 156-ya. 156 manata. 156 manat. Bu da 0,8 qəpikdir. Gəlin bunda düzəldək. Manat deyil də bu. Bu da 1,4. Belə eləsək daha yaxşı. İndi 0,8x plus vurub açıram. 1,4-ü 120-yə vuranda, gəlin, vuraq. 14 dəfə 12 eləyir də, 0 itirir. 14 dəfə 12. 144, o da 24. 168 eləyir. Və çıxılsın nə qədər? 1,4x. 1,4x. İndi burada x-lərlə x-lər gedir. Qalır deməli 168 çıxılsın 0,6x. Bax, burada 1,4-dən 0,8. Bu mənfidir axı. 0,6x bax, bərabərdir. Eyni gəlir əldə edib deyir. Eyni qazancı əldə edibsə, deməli 156 manat elə eləyibdir. İndi x-in yerində elə bir ədəd olmalıdır ki, 0,6x-i ədədləri bir tərəfə getirir, x-i bir tərəfə. 0,6x bərabərdir deməli neçə? 12-yə. Deməli x onda nədir? X 20-dir. 20-ni vursam 0,6-ya 12. X mən nəyə demişdim? Qırıq yumurtaların sayına. Deməli 20 dənə yumurtam qırılıb, amma 100 dənə yumurtam sağlam. Deyir ki, mənə qırıq yumurtaların sayı neçədir? Elə 20. Gördüyünüz kimi x-lə biraz problemli olur, amma artıq belə suallarda x-lə eləmək məcburiyyətindəsiniz. Mən onu 1 manat yox, 10 manat götürsəydim daha rahat olardı. 0,8 ilə falan uğraşmağa ehtiyac qalmazdı. Amma belə də eləmək olar yəni. Satçı bir malı 30% xeyirlə 910 manata, başqa bir malı 30% zərərlə 910 manata satır. Deməli 130. 30% xeyir 130-dur da. 100% yox, 130. 910-a satırsa 100 bərabərdir x-ə. Malın maya dəyərini tapıram da 100 maya dəyəri. 100 bərabərdir x-ə. Deməli onda mal nədir? X bərabərdir maya dəyəri 700. Hesablasaz 700 çıxır. Belə də deyə bilərəm. 130x bərabərdir 910 vurulsun 100. Buradan 130-u keçirirəm o tərəfə. 910 vurulsun 100 bölünsün 130. 130 ilə 910 gedir. Qalır burada 7. 7 dəfə 100, 700. Deməli, x-i biz 700 tapdıq. 700 manat bu birincinindir. 30% xeyirlə satılanın dəyəri 700 manatdır. Deyir 30% ziyanla. 30% ziyan 70'dir. 70% 910'dur. 100% x'dir. Şimdi bunu hesaplayalım.
Bunu hesablasaq deməli 70x bərabərdir. Çarpaz vururam təbii ki. 910 vurulsun 100-ə. İndi 70-i o tərəfə keçirdəcəm. Təbii ki 70 o tərəfə keçirəndə bölünür. 70 ilə 910 gedir. Və burada qalır 23. 13 daha doğrusu 23. 13. 13 qalır. Və bu 1300 eləyir. Bu 30% zərərlə satılanın qiyməti nə qədər oldu? Ona da Y deyək. Y-in qiyməti nə qədər oldu? 1300 manat. 1300 manat birinin qiymətidir. 700 manat da birinin qiymətidir. Deyir, hər iki maldan bir ədəd satan satıcının gəliri haqda aşağıdakılardan hansını demək olar? 700 maya dəyəri, 1300 maya dəyəri. Ümumilikdə 2000 manat bunlara pul xərcləyib. İkisini də 910-a satıb. Yəni 1820 manata satıb. Cəmi burada 180 manat itirib. 180 manat zərər əldə edib. D variantı. Sual 26. Satıcı topdan satışdan 20 dənəsini 20 qəpiyə daha doğrusu 20 qəpiyə aldığı hər 10 qələm üçün bir qələm hədiyyə əldə edir. Satıcı qələmin dənəsini 50 qəpiyə satarım. Bax indi 10 dənəsini 20 qəpiyə alır, düzdürmü? 10 dənəsini 20 qəpiyə alır. Deməli biri 10 bir qutu 2 manata gəlir. Tutaq ki. Amma 10 dənə alıb 11 dənə satır. Niyə? Çünki bir dənəsi pay gəlir. 11 dənəsini isə 50 qəpikdən satır. 50 qəpikdən. Onda nə qədər eləyir? 11-i 50 qəpiyə vuranda 5 manat 50 qəpik. Bax 10 dənəsini alır 2 manata, amma 11 dənə satır. Deməli 3.50 xeyir eləyir bu. 10 dənəsində 3.50 xeyir eləyir. İndi 140 manat xeyir əldə eləyibsə, gəlin görək neçə dənə satıbdır bu? Baxaq. 140 bölünsün 3.50-yə. Bu qədər bəsit. Vurulsun 11 olacaqdır təbii ki. Niyə? Çünki 3.50-ni 3 manat 50 qəpiyi 11 dənədə tutubdur bu. Bax 11 dənədə 3 manat 50 qəpik qazanır. İndi x dənədə deyir 140 manat qazanır. Sistem tənliyindən daha rahat. X dənədə 140 dənə qazanır. 140 manat qazanır. İndi x-i tapın deyir. 11 vurulsun 140 bərabərdir 3 onda 5x-ə. X bərabərdir 3 onda 5, 140 vurulsun 11 bölünsün 3 onda 5. 3 onda 5 ilə 140 gedir. Burada qalır 40, burada qalır 1. 40-ı 11-ə vuranda 440. X deməli 440. 440 dənə bu qələm satır. Satdığı 440 da. Yox, məndən aldığını soruşsaydı. Aldığını soruşsaydı, 400 dənə alacaqdı. Niyə? Çünki bu hər 10 dənəyə bir dənə əlavə qələm aldığına görə 400 qələm alsa, 40 dənə də buna pay gəlir də. 440 olur. Yəni bu adam 400 dənə alıbdı, amma 440 dənə satıbdı. Belə. Təbii ki, mən bu 400 alıb deyəndə 440 alıb almanı. Amma 400 alıb deyəndə, yəni 400 dənəsinin pulunu veribdi. Soruşa bilər də ki, yəni neçəsinin pulunu ödüyə balıbdı. Pay gələnləri oradan çıxırıq onda. Mən olsam elə bir sual verərdim. Burada nə deyir? Mağaza hər kvartalın axırıncı ayının 20-sində 20% endirim edir. Belə ki, yanvarın əvvəli mağazaya gətirilən mallara birinci endirim martın 20-sində, ikinci endirim iyunun 20-sində, martın 20-si, iyunun 20-si, sentyabrın 20-si, bir də dekabrın 20-sinə düşür, axırıncı endirim. Endirim edilən malların qiyməti növbəti endirmədək dəyişməz qalır.
Sənanın dostunun toyu dekabrın 25-idir. Görürsünüz. 4 endirimin 4-ünə də düşür. Mağazaya gətirilən 500 manatlıq kostyumu Sənan ən ucuz qiymətə alıb dostunun toyuna geyindi. Sənan kostyumu neçəyə aldı? İndi bax, hər kvartalda buna 20% endirim eləyə düşəcək. Və hər dəfə yeni qiymətə 20% endirim eləyir ya. Başa düşdünüz necə? Bu sual bu arada dövlət qulluğuna düşmüşdü. Səhv eləmirəmsə mart imtahanında var idi. Eyni ilə bu sual salmışdılar. Yəni kopyalayıb demək olar ki, salmışdılar. Deməli, 20% endirim eləyir 500 manatlıq mala. İlkini yanvarda eləsək, 500 manata %20 endirim. Nə qədər olur? 100 manat. Düşdü 400 manata. İndi ikinci endirim. İyunda. Birinci endirim martda olub. Bu mart idi, yanvar yox. İkinci endirim iyunda. %20 bir dənə də endirim eləyək. Yeni qiymətə eləyirəm. Görürsünüz 80 manat. 80 manat endirim eləyəndə 400-dən 80 çıxanda 320 qalır. İndi 320-yə sentyabrın 20-si bir dənə endirim eləyirəm. Yenə %20. Hər dəfə %20 deyir də onsuz. %20 endirim eləyəndə 64 manat. 320-dən 64-ü çıxanda qalır 256 manat. 256 manat. İndi 256-ya da dekabrın 20-si bir dənə də endirim eləyəcəm %20. Burada 0-la 0 gedir. 10-la da 2 ixtisar getsə qalır nə qədər? Burada 5 qalır, burada 1. 256-nı bölürəm 5-ə. Nə qədər düşür? 51 manat 20 qəpik. 51 manat 20 qəpik. Bəli. 51 manat 20 qəpikdə 256 manata endirim edeyim. Yerdə 204 manat 80 qəpik qalır. Deməli 204 manat 80 qəpiyə bu. Bəli, 204 manat 80 qəpik qalır. 204 manat 80 qəpiyə bu kostyumu dekabrın 25 alıb Polnu Sənanın toyuna geyinə bilər. Keçid eləyin növbəti sualımıza. 28-ci sual. Yeni il ərəfəsində oyuncaq mağazası cəmi 600 Şaxta Baba oyuncağı satıb. Onların 40%, bax bu yenə 40% məsələsindən sizi çaşdırmağa çalışır. 40% mən bu mövzuda bəlkə 3 dəfə dedim ki, 5-də 2 demək. 5-də 2-sini 50% endirimlə 20%-ni, 20% görək nə qədərdir? %20 ixtisar gedir, qalır 5-də 1. 5-də 1-ini 5-də 1-ini 30% endirimlə satılıb. Qalan hissə isə endirimsiz 5 manata satılıb. Burada manatı verib 5 manat. 600-də Şaxta Baba. 600-də Şaxta Babam verir. Əgər mağaza bu oyuncaqların hamısını endirimsiz satsaydı, neçə manat artıq pul qazanardı? Hələ bir indi qazandığını tapaq. 600 Şaxta Babanın 5-də 2-si nə qədər eləyir? 5-də 2-yə vuraq 600-ü. 5-dən ixtisar gedir. 120. 2-yə vuranda 240. 240-ını 50% endirimlə. 5 manat deyil endirimsiz qiymət. 5 manata 50% endirimlə eləyəndə elə bir yarıya bölünür də. 2 manat 50 qəpiyə. 2 manat 50 qəpiyə 240-ını satıb. 240-ı 2 manat 50 qəpdən 600 manat eləyir. 600 manata 240 dənəsini satıb. 5-də 1-ini, 5-də 1-i 120-dir. Bayaq hesabladıq. 5-də 1-i 120-dir. 120. 120-sini 30% endirimlə. İndi gəlin 5-ə 1 30% endirim eləyək. %30-a vuraq. 0-la 0 gedir. 5-lə 10 gedir. Burada qalır 2. Burada qalır 1. Deməli, 1-i də 3-ü də 2-yə böləndə 1.50 endirim olunub. 1.50-yə vurmuruq. 1.50 endirimdir. 1.50 endirimdirsə 3.50-yə satılıb. 5 manat idi axı. 3.50-yə 120 dənəsi satılıb. 3.50-yə 120 dənəsi satılanda deməli nə qədər eləyir?
420. 420 manat da buradan gəlir. 420-si və yox, 120-si və 240-ı satıldı. 360 satılıb, yerdə qalır deməli 600 dənədən. 600 dənədən neçə dənə qalır? Buraları siləyərək ki, 600 dənədən 240 dənəsi qalır. 240 dənəsi də endirimsiz 5 manata satılır. Bu da eləyir deməli 1200 manat. 1200 manat da bu eləyir. İndi deməli ümumi görək neçə satılıb. 1020, 1200 də bu. 1020-nin üstünə 1200, 2220. 2220 manata satılıbdır bunlar. Amma deyir endirimsiz satılsaydı, endirimsiz satılsa 600-dən Şaxta Baba 5 manata satılsa 3000 manat eləyir. Endirimsiz satılsaydı nə qədər pul artıq qazanardı? 3000-dən çıxıram 2220. Yerdə qalır nə qədər? 780. Y variantı. 780 manat daha artıq pul qazanardı. Əgər hamısını 5 manatdan satsaydı. Keçid edirik növbəti suala. 29-cu sual. Nə deyir 29-cu sualda? Aşağıda ali məktəblərə qəbulun bu ilki nəticələri göstərilmişdir. Ali məktəblərə qəbulun nəticələri. Qəbul olmayanlar 60%. Özəl ali məktəblərə qəbul olanlar 4,8%. Dövlət ali məktəblərinə ödənişli əsaslarla qəbul olanlar 16,2%. Və dövlət ali məktəblərinə ödənişsiz qəbul olunanlar 19%. Dövlət ali məktəblərinə qəbul olunanlar və dövlət ali məktəblərinə ödənişsiz qəbul olunanlar da onların içinə daxildir, yəni 19%. Və dövlət ali məktəblərinə ödənişli əsaslarla qəbul olunanlar da onların içinə daxildir, o da 16,2%. Qəbul olanların neçə faizini təşkil edir? Demək, bu 35,2-dir. Qəbul olanlar nə qədərdir? 4,8-i də daxil eləyirəm ora. Eləyir nə qədər? 40. Deyir 35,2 40-ın neçə faizidir? Gəlin baxaq. 35,2 vurulsun 100-ə. Bununla bu ixtisar gedir. Biz bildiyimiz kimi vergülü bir dənə sağa çəkə bilərəm. Hansı şərtlə? Buradakı bir dənə sıfırı silmək şərtindən. 352 bölünsün 4-ə. Bu nə qədər eləyir? 90 eləmir. 80 deməli, 88%. 88%-ni təşkil edir A variantı. Baxın, qəbul olanların neçə faizi? İndi başa düşməyənlər üçün bunu bir dənə təkrarlayıram. Baxın, qəbul olanlar bu hissədir. Bu hissə. Bu 60% qəbul olmayan. Qəbul olanlar ümumi 40-dır. 40%. Dövlət ali məktəblərinə qəbul olanlar isə bu hissədir. 35,2 olan. İndi deyir 35,2 40-ın neçə faizini təşkil edir? 100-ə vurduq, ixtisarlara apardıq, 88 qaldı. Burada heç ədəd qoymağa da ehtiyac yox. Və sonuncu sualımıza gəldik. Kiloqramı 20 manata olan əmtəhənin 20 kiloqramını satarkən satıcı hesab səhvi etmiş və alıcıdan 25% əksik pul almışdır. 30 kiloqram nə qədər edir? 600 manat. 20 manatdan satanda 600 manat. 25% əksik. %25-ini tapaq. Bunlar gedir. Altını 25-ə vuranda 150 manat əksik alıbdır bu. Neçə alıbdır onda? 600-ə satmalıydı, amma 150 manat əksik alıbsa 450 manat alıbdır ha bu. 150 manat çıxıram. 450 manat alıbdır. Deyir ki, satıcı həmin əmtədən kiloqramı 30 manata olmaqla
neçə kiloqram satmalıdır ki, itkini aradan qaldırsın? Qalan indi 30-dan mən 20-yə olan hissəyə baxıram ki, hələ bir baxım görüm 30-dan 20 arasında nə qədər fərq var? 10 manat fərq var. Deməli, bu hər satışda 10 manat artığına satır bunu. Nə qədər itiribdi? 150 manat. O 150-ni bölürəm ona. Deməli 15 kiloqram satsa, o 150-ni bərpa eləyə bilər. Necə? Bax yerinə qoyub hətta hesablayıram. 15 kiloqram əvvəlki qiymətlə satsa nə qədər olardı? 20 manatdan satsa 300 manat olardı. Amma 30 manatla satır. 30 manatla satanda nə qədər olur? 450 manat. 15 kilot da 450 manat. 450-dən 300-ə çıxanda 150 manat arada itirdiyi pulu. Görürsünüz 150 manat itirmişdi. Arada itirdiyi 150 manatı bərpa elədi. Onun üçün deməli nə elədim mən? Bu satış qiymətləri arasındakı fərqə baxdım. Gördüm ki, orada 10 manat daha çox qazanır kiloqramda. Və həmin itirdiyi 150 manatı 10 manata böldü. Gördüm ki, 15 kiloqram satsa, o itirdiyi pulu qayıdıb bərpa eləyə bilər. Davam olur D variantı.